Yatanda da onu xatırla yat ki, yuxun da ona çatmağa bir yol olsun. Yeməyi yeyəndə də, dostlarla görüşəndə də. Onu qərar ver. Yoxsa əks təqdirdə bir müddətdən sonra olduğun postda, olduğun yerdə tapdığın insanlar artıq daha önəmli sənə olardı, nəinki Allah. Onlara xoş gəlmək üçün addım atırsan, onların istəklərini reallaşdırırsan, adını da qoymusan ki, öz həyatımı yaşayıram. Valla sən öz həyatı yaşamırsan, kimlərinsə məkrindəsən, hiləsində yaşayırsan, özünü aldatmısan. Allah'a itirim təki kimlərsə itirməyim. Belə bir dənə prinsipim var. Şuuraltıdır, dilvə gətirmirsən. Ona görə daim onu xatırla ki, şuuraltı gəlsin, çıxsın üzə. Qalmasın batında, bətində qalmasın. Zuhur eləsin. Məsələ bu qədər əhəmiyyətlidir, ona görə bu qədər deyiblər zikr elə. Zikr elə, zikr elə. Elə belə deməyiblər sənə onu zikr elə. Onu xatırla, onu yaddan çıxartma. Əlbəttə cavab da budur ki, sən onu başlayırsan xatırlamağa, sən belə eləlikdə o daha çox eləyir. Məsələ budur. Məqsəd o olanda o da səni özünə çəkməyə başlayır. Sən qaçırsan, ondan çox o səni aparır. Ondan çox o səni aparır. Onun məhəbbəti sənin eşqini üstələyir. Sənin sevgin onun eşqinə yetişə bilməz. Sən cəhd edirsən, o artıq eləyir. Bu dünyada da belədir, axirət mövzularına da aiddir. Dünya üçün sən çalışsan, Allah qapılar açır. Belə deyir ki, sənin əlbin olsun, nə qoysun, boş qoysun.